Salam, hər vaxtınız xeyir olsun. Bugün mən 2025-ci il biologiya təzə taym testinə ümumi sınağın, 3-cü ümumi sınağın 13-cü sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, əlverişli şəraitdə 3 bakteriyanın 2 saat ərzində fasiləsiz bölünməsi zamanı əmələ gələn fərd sayı ilə nəsil sayı arasındakı fərq neçə edər? Əvvəlcə hesablayırıq. 3 başlanğıc bakteriyanı halqaya alıram. Bilirik ki, əlverişli mühit olarsa 20 dəqiqədən bir çoxalar. Birinci 20 dəqiqə, sonra 20 dəqiqədən sonra olur 40-cı dəqiqə, sonra 20 dəqiqədən sonra olur 60-cı dəqiqə. Demək, bizdən 2 saat istəyir. 1 saat və 2 saat. İndi hesablayırıq. 3 2-yə vurulur, olur 20-ci dəqiqədə 6, 40-cı dəqiqədə 12, 60-cı dəqiqədə 24, sonra keçir ikinci saatın, yəni birinci 20 dəqiqəsində olur 48, sonra olur 96, yekunda olur 192. Demək, 3 başlanğıc bakteriya 2 saatdan sonra 192 bakteriyaya çevrilir. Bizdən isə alınan bakteriya ilə nəsil arasındakı fərqi istəyir. Onda biz yazırıq 192 çıxaq nəsil sayı 1 saatda 3 nəsil verir, 2 saatda 6 nəsil. Yəni saya da bilərik. 1-ci nəsil, 2-ci, 3-cü, 4, 5, 6-cı nəsil. Demək, 6-nı çıxırıq. Doğru cavabımız olur 186. Yəni B variantı.